Hər kəsə salam. Bugün sizlərə ev üsulu ləzzətli ketçup hazırlayıram. Əvvəlcə pomidorları yaxşıca yuyub zoğunu çıxarıram və hissələrə bölürəm. Daha sonra qırmızı şirin biberi, soğanı, almanı və sarımsağı doğrayıram. Acı biberi də əlavə edirəm. Əgər istəmirsinizsə acı biber əlavə etməyə bilərsiniz. Bütün ərzaqları bir qazana yığıram. Bir parça tənzifin içinə darçın çubuğu, dəfnə yarpağı və dənəvər istiyotu qoyub bağlayıram. Hazırladığım bu ədviyyat paketini qazanın ortasına yerləşdirib ocağa qoyuram. Tərəvəzlər suyunu buraxana qədər pişirirəm. Daha sonra artıq suyunu ayırıram və qazana qoyduğum ədviyyat paketini çıxarıram. Blenderlə bütün ərzaqları püre halına gətirdikdən sonra süzgəcdən keçirirəm ki, qabıq və tumlarından tamamilə ayrılsın. Hazırladığım qarışığı yenidən ocağa qoyub üzərinə duz, şəkər tozu, sirkə və duru yağ əlavə edirəm. Qarışdıraraq suyunu tam çəkilib qatlaşana qədər qaynadıram. Hazır ketçupu əvvəlcədən steril etdiyim bankalara doldururam və sərin yerdə saxlayıram. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Bizi izləməyi unutmayın.